Elxan Latlı oxuyan da kitab oxuyuram deməsin bir zəhmət. Amma Elxan Latlı gələcəklər gözləyir. Mən ümumiyyətlə çox kitab oxuyan bir insanam. Əslində çox stressli olduğum anlarda kitab oxumaq mənə hədsiz yaxşı gəlir və sevdiyim bir çox yazarlar var. Bunlar içərisində xaricilər də var, Azərbaycanlılar da var və oxumaqdan zövq aldığım, mənim xoşuma gələn bir yazar var, Elxan Latlı. Yəni Azərbaycanın ən qalmaqallı mövzusu ola bilər bu adam. Həyatımda rastlaşdığım bir məsələdir. Elxan Latlı oxuyanlara belə qəribə baxırlar. Belə. Bununla bağlı son aralar bir məsələ yaşamışam. Nuran, sözüm sənə deyil, həqiqətən sözüm sənə deyil. Yəni sən bir filoloqsan, sənin bir görüşün var və bilirəm ki, bu görüşü və uyğun olaraq bu fikri səsləndirirsən də. Amma bəzi insanların həqiqətən bunu sırf kütlə eləyir deyə elədiklərinin çox fərqindəyəm. Ki bilirəm ki, özü Elxan Latlı oxuyur, amma sırf o ortamda Elxan Latlı pislənir deyə başlayır səsini başına atmaq ki, ay Elxan Latlı oxuyursan? Hə, oxuyuram qardaşım. Sən də oxuyursan, bilirəm axı. Burada sizə Elxan Latlı çox bomba yazardı, hamınız gedin onu oxuyun deyə bir şey eləməyəcəm. Mən oxuyuram, sevirəm, oxumayana da həmişə hörmətim var. Mənim burada tilt olduğum məsələ oxuyana edilən linçdir. Elxan Latlı oxuyursan? Çox tilt olduğum bir məsələdir. Bayaq da dediyim kimi, həqiqətən görüşü bu olan insanlara qətiyyətlə bir sözüm yoxdur. Sevməyə bilərsiniz, bu çox normaldır. Və kitablar eleştiriyə açıq bir şeydir və yəni onların üstündə müzakirə olunur. Amma bunu insanı alçaltmaq məqsədi ilə ya da nə bilməyim, bununla bağlı kitab oxuyuram da demədə özünə. Yox, kitab oxuyuram. Yazılan bir kitabdır və mən onu oxuyuram. Və sənə qalmayıb nə oxuduğum əslində qalsa. İnsanların məntiqsiz triblərə girməsi məni çox qıcıq eləyir. Və tək olmadığımı inanıram. Çünki mən Elxan Latlı kitabları ilə bağlı videolar paylaşanda əslində qalsa mənə rəylərdə heç belə bir şeylə rastlaşmamışam. Mən bu əslində şəxsi həyatımda rastlaşdığım bir şeydir. Rəylərdə heç ayda Elxan Latlı oxuyur görməmişəm, yalan olmasın. Amma şəxsi həyatımda gördüyüm bir şeydir və çox da umursadığım bir şey deyil. Sadəcə, yəni kitab oxumağa yeni başlamış, həvəsli olan insanlara sırf Elxan Latlı oxuyur deyə linçə tutulmağa xoş deyil. Məsələn, mən əvvəl heç kitab oxuyan bir insan deyildim və ilk oxuduğum kitab Elxan Latlının, yəni düzdür, Başı Satlı, Tom Sawyerin macəraları falan kimi mini kitablar oxumuşdum əvvəllər. Amma həqiqətən bu dəqiqə yığdığım kitabxana kimi kitabxana yığmağa başladığım ki, əslində qalsa kitabxana sayılmır o. Bir-iki rəfdir də, yəni. İnşallah onu böyüdəcəm, həqiqətən kitabxana eləyəcəm, hədəflərimdən biri oldu. Yəni Elxan Latlının ilk 14-cü adam əsərini oxuduqdan, əsər deyildim, ilk 14-cü adam kitabını oxuduqdan sonra mənim kitablara qarşı bu qədər çox marağım yarandı və xarici ədəbiyyatları oxumağa başladım Elxan Latlı ilə yanaşı. Yəni ki, insanların həvəsini qırmayın. Çünki bəzi insanların həqiqətən Elxan Latlı sadəcə evdə oxuduğunu və çölə çıxartmadığını, çünki çöldə məruz qaldığı bu linç deyilən şeydən narahat olduğunu fərqindəyəm, bunu görürəm. Yəni, hamı umursamaz ola bilmir. Salam linç bu arada, yiyəcəm böyütüm Allahım.